Reklama başladıq. 3 ay içərisində 80 mağaza olduq. Franşiza sistemi ilə. Və hər yerdə artıq mağazamız var idi. Bazarda ilk dəfə 50 milli ətri biz 10 manata biz tətbiq elədik. Hər kəs Azərbaycanın yağ sistemini öyrəşmişdi, bilirsiniz. 50 milli ətri var idi başqa markalar, amma tanınmırdı. Və biz həm marketing sistemimizdən, həm də 50 millisi, o 3 günə qalız 50 milli ətri 10 manata biz tətbiq etdik. Və dediyim kimi, maksimum keyfiyyəti biz minimum qiymətə satmağa başladıq. İnsanlar da görür ki, 10 manata ala biləcəkləri maksimum keyfiyyət satırıq. Biz demirik ki, insanların 10 manata super bir şey satırıq, amma insanların bazarda maksimum keyfiyyəti, minimum qiyməti, aldığı qiyməti satdıq biz bazarda. Və də belə deyəm, insanların başqa mağazadan 20-30 manata satdığını, yağ qarışımlarını 20-30 manata satdığını biz 10 manata satırıq. Yəni biz o şəkildə bazarda insanlar da keyfiyyətimizi də gördü, şikayətləri dəyərləndirdik, gələn şikayətləri, məsələn, bu ətin keyfiyyəti biraz xoşumuza gəlmir deyən kimi biz onun üzərində işləyirdik. Öz markamız idi, bunun keyfiyyətini necə artıra bilərik və s. Gəlirimizi biraz azaldırdıq, keyfiyyətini artırırdıq və s. Şikayətləri dəyərləndirə bizim markamız böyüdü.